Mayın 7-sində Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, tarixi dəyərlər əsasında gələcəyə baxış mövzusunda tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, bugün müstəqil Azərbaycanın qazandığı çoxsaylı nailiyyətlərin və möhtəşəm qələbələrin qürurunu yaşamaqla müdrik dövlət xadimi Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini sonsuz minnətdarlıqla xatırlayırıq. O bildirib ki, Ulu Öndər siyasi və ideoloji nöqteyi nəzərdən bir-birindən fərqli iki dövrdə, istər SSR dönəmində, istərsə də dövlət müstəqilliyinin bərpasından sonra Respublikamızı uğurla rəhbərlik edərək dövlətimiz üçün talih yüklü məsələlərin həllinə nail olmaqla millətimizin parlaq gələcəyini təmin etmişdi. Müasir dövlətçilik tariximizin ən qürur verici məqamı, Azərbaycanın şanlı zəfər zirvəsinə yüksəlməsi də Ulu Öndərimizin tükənməz siyasi irsi ilə bağlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyev duhası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan amildir. Tahir Budaqov qeyd edib ki, bugün qalib Azərbaycan xalqının iradəsini ifadə edən Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi Heydər Əliyev ideyalarına sadiq qalaraq öz fəaliyyətini dövrün çağırışlarına uyğun qurmaqla strateji hədəflərin gerçəkləşməsinə mühüm töhfələr verir. Milli məqsədlərini ardıcıl şəkildə həyata keçirən müstəqil dövlətimiz möhkəm təməl üzərində gələcəyə doğru inamla irəliləyir. Belə bir tarixi mərhələdə Heydər Əliyev irsini, Ulu Öndərin müəyyən etdiyi ideoloji xətti yaşatmaq, dövlətçiyimizin daha da möhkəmləndirmək və Prezident İlham Əliyevin qarşımıza qoyduğu bütün vəzifələri yerinə yetirmək üçün hər birimiz milli maraqları daim qorumalı, dövlətə sədaqətlə xidmət etməliyik. Heydər Əliyev ideyaları yaşadıqca müstəqil Azərbaycan daha da güclənəcək və yeni uğurlara imza atacaqdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi Ceyran Mahmudova bildirib ki, 44 günlük vətən müharibəsi dövlətimizin qüdrətini, xalqımızın sarsılmaz birliyini və Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin uğurla davam etdirildiyini bir daha bütün dünyaya nümayiş etdirdi. Bugün Qarabağda mədəni həyatın dirçəldilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan mədəniyyətinin zənginliyi artıq öz doğma məkanında yenidən səslənir. O, bugün gənc nəslin inkişafının da dövlət siyasətinin prioritet məsələlərdən olduğunu, gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq imkanlarının genişləndirilməsinin daim dövlətin diqqət mərkəzində dayandığını diqqətə çatdırıb. Çıxış edən Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü Milli Məclisin deputatı Mübariz Qurbanlı qeyd edib ki, Heydər Əliyevin siyasi irsi Azərbaycanın inkişaf modelinin əsasını təşkil edən kompleks bir sistemdir. Bu, sabitlik, milli ideologiya, iqtisadi strategiya və institusional quruculuğun vəhdəti üzərində qurulub. Bu strateji kurs Azərbaycanın uzun müddətli inkişaf modelinin əsasını təşkil edir. Regionda və dünyada söz sahibi olan güclü və qalib Azərbaycan dövləti Heydər Əliyev irsinin və bu irsi layiqincə davam etdirən, dövrün çağırışlarına uyğun zənginləşdirən Prezident İlham Əliyev siyasi kursunun təntənəsidir. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova ümummilli lider Heydər Əliyevin ailə dəyərlərinə olan münasibətindən bəhs edib.
Fəxrlə demək olar ki, biz Heydər Əliyev irsinin zəfər mərhələsini yaşayırıq. Prezident, Ali Baş Komandan, partiyamızın sədri İlham Əliyev və Respublikanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Ulu Öndər Heydər Əliyev irsi Azərbaycan xalqı üçün dövlətçilik məktəbi, inkişaf modeli və sabitliyin rəmzidir. Onun mirası təkcə tarix deyil, həm də gələcəyə uzanan yol xəritəsidir, deyə Hicran Hüseynova vurğulayıb. Sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli əmək ordeni ilə təltif edilmiş Ədalət Fərəcova orden təqdim edilib. Göstərilən diqqətə və fəaliyyətinə verilən yüksək qiymətə görə dövlət başçısına təşəkkürünü bildirən Ədalət Fərəcov, ümumilli lider Heydər Əliyevin əbədi yaşar ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin və Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin Azərbaycana möhtəşəm nailiyyətlər qazandırdığını, ölkəmizin tərəqqi və zəfər zirvəsinə yüksələrək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş konsert proqramı təqdim olunub. Kim